Salam, hər vaxtınız xeyirli olsun. Milli Fikir və İnkişaf İctimai Birliyinin layihəsi əsasında sosial şəbəkələrdə informasiya təhlükəsindən danışacağıq. Hörmətli tamaşaçılar, aktual mövzu ilə bağlı bizim qonağımız var. Qonağımız Ankara Dövlət Universitetinin jurnalistika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin və Sabah qruplarının müəllimi Qoşqar Bəylərovdur. Qoşqar müəllim, xoş gəlmisiniz. Xoş gördük. Mövzumuz olduqca önəmlidir, aktualdır. Bəli. Biz sosial şəbəkələrdə informasiya təhlükəsindən danışırıq və məlum məsələdir ki, bu gün artıq sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Təbii ki, sosial şəbəkələrdən hər kəs eyni formada və eyni məqsədlər üçün istifadə etmir. Burada müsbət və mənfi çararlar var. Gəlin sizin təbirinizə baxaq. Ümumiyyətlə, sosial şəbəkələrdə informasiya təhlükəsizliyi dedikdə biz nələri başa düşməliyik? Ümumiyyətlə, bu sosial şəbəkələrdə necə xarakterizə olunur? Rizvan müəllim, deməli, mən sosial şəbəkələrlə bağlı uzun müddətli araşdırmalar aparıram və eyni zamanda bir növ bizim tədris elədiyimiz fənlərdən biri də elə sosial şəbəkələrdir, sosial mediadır. Sosial mediadakı informasiya təhlükəsizliyi də sosial medianın ən önəmli hissələrindən biridir. Nədir informasiya təhlükəsizliyi, nədir sosial media? Bəli, sizin də dediyiniz kimi sosial medianı hamı, belə deyim də, öz məqsədləri üçün istifadə edir. Hərənin bir məqsədi vardır. Bəziləri bunu sadəcə əyləncə xarakterli istifadə edir, bəziləri bunu iş məqsədi ilə, biznes məqsədi ilə istifadə edir, bəziləri isə sadəcə məlumat toplamaq üçün. Amma hər bir insan üçün sosial mediada ümumi informasiya təhlükəsizliyi qorunmalıdır. İnformasiya təhlükəsizliyi deyəndə biz nəyi başa düşməliyik? İnformasiya təhlükəsizliyi bizim fərdi hesab məlumatlarımızdır, şəxsi məlumatlarımızdır. Eyni zamanda dövlət sirri ola biləcək hansısa bir məlumatı bilmədən paylaşmağımızdır və yaxud bilərək paylaşmağımızdır. Yəni, informasiya təhlükəsizliyi bütün həm dövlətlə, həm cəmiyyətlə bir-biri ilə qarşılıqlı şəkildə bir növ tənzimlənməlidir. İnsanlar həmin informasiya təhlükəsizliklərini qorumaqla həm də eyni zamanda cəmiyyətin də bir növ informasiya təhlükəsizliyinə töhfə vermiş olurlar. Bununla bağlı belə deyim sizə, maarifləndirmə tədbirləri aparılmalıdır. Eyni zamanda insanların sosial mediadan istifadə qaydalarını, düzgün şəkildə istifadə qaydalarını öyrənməsi üçün müəyyən tədbirlər görülməlidir. Bax, belə yerlərdə artıq məsələn müəyyən ictimai birliklərin bu cür məlumatlandırma xarakterli layihələrdə çox önəmli rol oynayır. Yəni sizin dediyinizdən bu nəticəyə gəlmək olar ki, sosial şəbəkələrdən istifadə həm də müəyyən risklərə gətirib çıxara bilər. Ümumiyyətlə, sosial şəbəkələrdə risklər deyərkən biz əsasən nələri nəzərdə tutmalıyıq? Yəni, 7-dən 77-yə qədər bir insanın başına gələ biləcək hansı risklər var? Əlbəttə, sosial medianın müsbət tərəflərinin yanaşı mənfi tərəfləri olduqca çoxdur. Yəni, risklər olduqca çoxdur, müxtəlif istiqamətlərdə risklər olar. Bax, bu risklərdən bəziləri belədir ki, sizin hətta can sağlığınızı belə təhlükəyə ata bilər. Bəziləri psixoloji sağlamlığınızı təhlükəyə ata bilər. Bəziləri maddi təhlükəsizliyini, deməli, təhlükəyə ata bilər. Məsələn, deyək ki, siz sosial media üzərindən bu günlərdə elə çox aktual bir mövzudur. Məsələn, Telegram sosial şəbəkəsi üzərindən bu dəqiqə məlumatlar ələ keçirilir bəzi insanların. Məsələn, sizin tanıdığınız, yaxın bir dostunuzun məlumatları ələ keçirilir və sizə müəyyən link göndərilir. Bu linkdə sadəcə başlıqda yazılıb şəkilləriniz və altına bir link qoyulubdur. Sən də, məsələn, xatırlamırsan ki, məsələn, mənim şəkillərim bəlkə də onda var idi. Mənim şəkillərimi sadəcə göndərib, hansısa bir məclisdə çəkilən şəkillər. Linkə daxil olan kimi sizin artıq hesabınız ələ keçirilir və götürüb, məsələn, dostlarınızdan, sizin tanışlarınızdan, deyək ki, sizin adınızdan pul tələb olunur, istənilir, borc şəklində və s. Yəni, bir növ bu sizin həm ictimai nüfuzunuza təsir edir, eyni zamanda maddi olaraq sizə zərər vura bilərlər. Bundan başqa da çoxlu alternativlər var. Məsələn, sosial şəbəkələr eyni zamanda insanları psixoloji olaraq bir növ ələ keçirmiş olur və yaxud zaman artıq anlayışı ortadan çıxır. Siz gecə-gündüz sosial şəbəkəyə bir növ asılılıq yaranır və başlayırsınız sosial şəbəkə üzərindən bütün işlərinizi geri plana atırsınız və yaxud abituriyentlərin fikir verirsinizsə, əvvəlki illərdəki nəticələrinə fikir verin, indiki illərdəki nəticələrinə fikir verin. Bu çox təsir edir. Sosial şəbəkələr, məsələn, abituriyentlərin imtahan nəticələrinə mənfi təsir edir. Deyək ki, sosial şəbəkədən, o asılılıqdan, o travmadan ayrıla bilmir və bir növ aludəçisi olur və dərslərindən kənar düşür. Və yaxud psixoloji olaraq, məsəl üçün, elə bir vəziyyətə gətirə bilər ki, siz artıq iş görmək istəməyən, bütün gün evdə, yatmaq istəyən bir figura çevrilə bilərsiniz. Yəni, bunun mənfi tərəfləri o qədər həddindən artıq çoxdur. Biz bununla bağlı gərək geniş bir növ reportajlar və yaxud belə deyim, verilişlər hazırlayıq. Onda məsələn daha konkret və qısa bağlasaq,
ümumiyyətlə sosial şəbəkələrdə hansı məlumatları paylaşmaq olmaz ki, o məlumatlar bizim əleyhimizə çevrilə bilər? Sizcə hansı məlumatlardır onlar? Bunun bizdəsi, sizdəsi əslində yoxdur. Bəli, sosial şəbəkələrdə şəxsi məlumatlar qətiyyən paylaşılmamalıdır. Yəni söhbət ad-soyaddan getmir. Amma məsələn sizin yaşadığınız ünvanın dəqiq adresi, deyək ki, ev adresiniz. Deyə bilərsiniz ki, məsələn bu mənə nə kimi təhdid yarada bilər? Siz əgər ictimai nüfuzlu bir şəxssinizsə, gələcəkdə məsələn sizin konkret şəxsi ev adreslərinizin bilinməsi və ya iş adresinizin bilinməsi və s. çox ciddi fəsadlar törədə bilər. Eyni zamanda məsələn uşaqların şəkillərinin paylaşılması qətiyyən olmaz. Buna belə deyim, sharing problemi var. Bu bir növ ədəbiyyatda buna sharing problemi deyilir. Yəni akademik ədəbiyyatda uşaqların şəkillərinin və yaxud şəxsi məlumatlarının paylaşılması. Çünki o uşaqlarda artıq məsəl üçün deyək ki, siz onların bağça məlumatlarını, nə bilim məktəb məlumatlarını paylaşmaqla və yaxud məsəl üçün valideynlər olur ki, mən övladımı bağçadan götürməyə gedirəm deyə bir story atır, bir hekayə paylaşır məsələn. Artıq onun hansı saatlarda bağçadan çıxdığı və s. o uşağınızın təhlükəsizliyi üçün də bir növ problem yarada bilər, o uşağın oğurlanmasına, nə bilim qaçırılmasına və s. kimi şeylərə gətirib çıxarda bilər. Yəni şəxsi məlumatlar, bank məlumatları, kart məlumatlarınız qətiyyən olmaz, uşaqların şəkilləridir, bunlar da qətiyyən olmaz. Bax, bu məsələlərdə çox olduqca həssas yanaşmaq lazımdır. Siz qeyd etdiniz ki, az öncə bəs yaxın bir dostunuz, tanışınız Telegram kanalı vasitəsilə şəkillər və link göndərir. Bu hələ real profillərdir. Amma biz gördük ki, sosial şəbəkələrdə həm də xeyli saxta profillər var. Evet. Və bu həmçinin saxta profillər bir növ ideoloji boşluqlar da saxta profillərlə yayımlanır, sızdırılır. Məsələn, biz müharibə dövründə görmüşdük ki, Azərbaycanı da halbuki ermənilər idi. Müəyyən məsələn tutalım Bərdəni vurdular. Yəni halbuki olan çoxu saxlı. Bu ideoloji, bəli, ideoloji problemləri yaradırdı və s. Ümumiyyətlə bu barədə fikirləriniz maraqlıdır. Bununla mübarizə necə aparmaq olar? Biz saxta profillə real profili necə ayırırıq? Məlum məsələ görürsüz ki, çoxdanan profildir, paylaşımlar qaydasındadır. Artıq orada bir ipucu buraxmırlar. Amma yenə də onu biz ayırd etməliyik. Məsələn üçün başqa bir adam, məsələn Əli Vəliyev dostumuz var, eyni profildədir və onun belə deyək kopyasını çıxarıb. Amma biz onu necə fərqləndirək ki, bu saxta profildirmi? Biz burada ideoloji təsirə düşməyək. Onu necə ayırd edək? Bunun üçün sizdə rəqəmsal savadlılıq formalaşmalıdır. Yəni sözüm bütün cəmiyyətədir. Əgər cəmiyyət özü rəqəmsal savadlı olsa, mən sadəcə media savadlı demirəm, fikir verirsə, rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq yəni düzgün texnologiyadan da istifadə eləməyi, texnologiyadan düzgün şəkildə istifadə eləməyi sizə öyrətməlidir. Eyni zamanda baxın sosial mediada bu kimi profillərdən troll profilləridir, fake profillərdir. Bunlardan qorunmağı da bir növ sizə öyrədir. Məsələn, siz profilə daxil olmaqla profil haqqında məlumatlardan artıq onun adının neçə dəfə dəyişildiyini və yaxud əvvəlki adlarının nə olduğunu və yaxud profilin nə zaman yaradıldığını baxmalısınız. Eyni zamanda fake profilləri digər profillərdən fərqləndirən əsas məqamlardan biri adətən onlar şəkil istifadə eləmirlər və yaxud şəkil istifadə edirlərsə bu şəkillər internetdən daha əvvəl kimlərinsə yüklədiyi şəkillərdir. Bunun üçün də xüsusi proqramlar vardır. Belə deyim, çox böyük araşdırmaya da ehtiyac yoxdur. Məsələn, Google Lens çox məşhur proqramdır. Məsələn, o şəkili götürüb Google Lens-ə yükləyə bilərsiniz və yoxlaya bilərsiniz ki, bu şəkil həqiqətən bunun şəklidirmi, yoxsa başqa biri də bu şəkli paylaşıbmı? Yəni, bir növ yoxlamağın bir çox variantları var. Sadəcə bunun üçün tələb olunan şey rəqəmsal savadlılıqdır. Bizdə təəssüf ki, Azərbaycanda bax bu kimi, belə deyim də, dolandırıcılıq hallarının olmasının səbəbi hələ də ölkədə rəqəmsal savadlılığın yüksək səviyyədə olmamasından irəli gəlir. Bunun üçün də, yenə deyirəm, dövlət və ümumiyyətlə ictimai birliklər olsun, QHT sektoru olsun, cəmiyyət özü olsun, birlikdə çalışmalıdır. Yəni, müxtəlif layihələr icra olunmalıdır və əlbəttə burada təhsilin də önəmli rolu vardır. Yəni, siz belə fikirləşin ki, bizim fake profilləri, troll profilləri və yaxud ümumiyyətlə bu kimi profilləri ayırd eləməyimiz və rəqəmsal savadlı ola bilməyimiz üçün bizə məktəbdən hardasa artıq bu müəyyən kiçik rəqəmsal savadlılıq məlumatları öyrədilməlidir. Baxın, bugün məktəblərdə o qədər tədrisi çox da əhəmiyyətli olmayan dərslərimiz var ki, onların yerinə, məsəl üçün deyək ki, biz həftədə 1 saat, 2 saat məktəblərdə rəqəmsal savadlılıqla bağlı dərslər tədris olunsa, kifayət qədər artıq gündəmdə olan mövzulardır və uşaqların da bu diqqətini çəkəcək. Uşaqlar da çox maraqla öyrənəcəklər və artıq o rəqəmsal savadlılığı yaxşı kadrlar tərəfindən öyrədilsə məktəbdə,
o uşaqlar da belə deyim, gənc yaşlarında, ərgən yaşlarında artıq kimlərinsə tələsinə düşməyəcəklər. Yəni məsəl üçün deyək ki, məktəbdə onu öyrənsə ki, mənə Telegramdan kimsə məsələn hansısa bir link göndərəndə ona tanımadığım biri və yaxud tanıdığım profildən biri riskli ola bilər. Deməli, həmin linkə daxil olmaqla mənim profilim ələ keçirilə bilər. Artıq o uşaq orada ehtiyatlı olacaq, diqqətli olacaq və yaxud hansısa fake profildən ona deyək ki, hansısa bir məlumat göndəriləndə ona inanmayacaq. Yəni bir növ sorğulama qabiliyyətini artırmış olacaq. Olduqca əslində maraqlı fikirlərdir. Yəni mən düşünürəm ki, istər orta məktəb, istər peşə məktəbi, istər ali təhsil müəssisələrində buna həqiqətən də ehtiyac var. Qoşqun müəllim, işin digər tərəfi də odur ki, biz sosial şəbəkələrdə hətta media tərəfindən və yaxud da ki, ictimai nüfuza malik olan insanlar tərəfindən dəqiqləşdirilməmiş və yaxud da ilkin mənbədən uzaq məlumatlar görürük, fake xəbərlər görürük. Təbii ki, bunun insanların həyatına mənfi təsiri var. İşin görünməyən tərəfi var. Yəni bu formada fake xəbərlər, məsələn, mənbə belə deyək, etibarlı mənbədir, amma yenə də xəbər fakedir. Ümumiyyətlə bu insanlara necə təsir edir? İnsanlar fake xəbəri necə ayırd etməlidir? Əslində çox maraqlı bir sualdır. Orada bir nüansı qeyd elədiniz ki, mənbə etibarlı mənbədir. Baxın, mənbə etibarlı mənbədirsə, onun fake məlumatı paylaşmağının tək səbəbi ola bilər. O da onun özünün də həmin fake'in doğru olduğuna inanmasıdır. Deməli, bu mənbənin artıq biz növbəti mərhələdə biz onu etibarlı mənbə saymamalıyıq. Yəni ilkin olaraq mənbələr nə vaxta qədər etibarlı sayılır? Hansısa fake məlumatı paylaşmayana qədər. Paylaşıbsa, yəni qısa bir müddət sonra onu təkzib eləyibsə və s. Məsələn, media qurumundan söhbət gedir və yaxud hansısa nüfuzlu ictimai, deməli, sosial şəbəkə və yaxud da şəxs deyək. O müəyyən qədər təkzib eləyibsə, orada hardasa biz bunun etibarlılığına yenidən güvənimizi davam elətdirə bilərik. Yox, amma əgər fake məlumatı paylaşır və bu bir növ sonrasında həmin məlumatın fake olduğunu bilsə də hər hansı bir təkzib və s. vermirsə, bu insanlarda bir inamsızlıq yaradacaq. İndi keçək sizin sualınızın, yəni bu fake məlumatları necə ayırd etməliyik və s. Elə dövrlər olur ki, insanların çox həssas olduğu dönəmlərdir və həssas olduğu hadisələr baş verir. Məsələn, deyək ki, biz 44 günlük Vətən müharibəsini gördük. Vətən müharibəsi vaxtımızda, deməli, döyüşlərin getdiyi qızğın bir vaxtda, bəli, paylaşımlar edilir ki, məsələn, Ağdam məscidlərində, nə bilim, şəhidlərin əlindən bir növ yeri yoxdur, yəni, nə bilim, yararlarımız çoxdur, torpaqları itiririk və s. və s. Bəli, bunlar əlbəttə hansısa erməni bir növ media qurumları tərəfindən və yaxud fərdi şəxslər tərəfindən, düşmən tərəfindən, yəni qısaca vaxt belə deyək, təxribat xarakterli, formalaşdırılan sosial şəbəkə kontentləri idi. Bunlar bir növ bizim TikTok bazarımıza və yaxud deyək ki, sosial medianın digər növlərində, YouTube-da və s. bir növ bazara çıxarılır. Yəni reklam məlumatları verilir, reklam bir növ qoyulur və insanların daha rahat başa düşəcəyi dildə deyil, kəşfiyyata salınır. Və kəşfiyyata düşdükdən sonra artıq həmin məlumatlar bizim cəmiyyətdə bir qorxu, bir ajitaj və s. yarada bilər. Ona görə də məlumatın kim tərəfindən paylaşıldığına xüsusi diqqət yetirmək lazımdır. Əgər sizin bu məlumatı dövlət qurumu tərəfindən paylaşılıbsa, rəsmi bir növ təsdiqlənmiş, tanınmış, etibarlı mənbə tərəfindən paylaşılmışsa, əlbəttə insanlar ona daha çox inanacaqlar. Amma rəqəmsal savadlı, yenə bizim mövzumuz gəlir rəqəmsal savadlığa. Rəqəmsal savadlığı bir insanı zəifdirsə, o insanları aldatmaq çox rahatdır. Yəni, hər hansı bir dənə profil açırsınız, 3 gün əvvəl deyək ki, açmışsınız, nə bilim, 10-15 min takipçi toplayırsınız, hansısa bir-iki video ilə. Ondan sonra artıq həmin məlumatları paylaşıb, deyək ki, insanları çox rahatlıqla manipulyasiya eləmək olar. Amma manipulyasiya olmayacaq şəxslər o şəxslərdir ki, o insanlar artıq həmin qaynağın etibarlı mənbə olmadığını görürlər. Məsələn, birinci növbədə baxırlar ki, bu profil nə vaxt yaradılıbdır, bu profil nəyə xidmət edir, bundan əvvəlki paylaşımları nədir? Bax, bu şəkildə bir növ, bax, bu cür dezinformasiyalardan yəni qarşısını almaq olar. Amma yenə deyirəm, tam şəkildə dezinformasiyanın qarşısını almaq hələ bütün ölkələrdə, yəni bütün dünya dövlətləri bu dezinformasiya ilə mübarizə apardı. Tam şəkildə qarşısını almaq mümkün deyil. Çünki kontent o qədər çoxdur, dezinformasiyalar həddindən artıq çoxdur, insanlar çox yüklənir.
və dezinformasiyaların həddindən artıq çox olur. Tək yol, daha doğrusu, tək çarəmiz o rəqəmsal savadlığı artırmaqdır ki, biz belə deyim. Bir də eyni zamanda bilirsiniz, dövlət mexanizmləri vardır, hansı ki, bu sosial media bazarlarına, sosial media kontentlərinə müxtəlif nəzarət eləyirlər. Və həmin bəli, qurumlar da çox aktiv olmalıdır belə xüsusi fövqəladə vəziyyətlərdə, xüsusi həssas məqamlarda. Yəni o kimi kontentləri rahatlıqla dövlət qurumları həmin sosial şəbəkə hesablarını bloklayıb və yaxud deyək ki, həmin sosial şəbəkələr vasitəsilə, rəhbərliyi vasitəsilə sildirə bilirlər. Qoşqun müəllim, digər tərəfdən sosial şəbəkələrin geniş vüsət aldığı bir dövrdə, eləcə də bizim insanların sosial şəbəkəyə daşındığı bir dövrdə kiber dələduzluğun, kiber cinayətin də sayı çoxalır. Məsələn, istər bu bank kartları, istər şəxsi məlumatların oğurlanması, üçüncü şəxslərə ötürülməsi, bu kimi hallar da var. Ümumiyyətlə, siz necə düşünürsünüz? Kiber dələduzluqla necə mübarizə aparmaq olar və kiber dələduzluq hansı nəticələr törədə bilər? Kiber dələduzluq günümüzün ən ciddi problemlərindən biridir. Bunun qarşısını almaq üçün çox güclü, savadlı bir növ kiber təhlükəsizliyimizi qoruyacaq mütəxəssislərin yetişdirilməsidir. Bu da çox təəssüf ki, Azərbaycanda bu günləri çox yüksək səviyyədə deyil. Yəni, məsələn, biz baxırıq universitetlərin tədris proqramlarına, ayrıldıqları plan yerlərinə və yaxud ixtisaslara, kiber təhlükəsizliyi ilə bağlı, məsələn, bu günləri Sabah mərkəzində, mən eyni zamanda Sabah mərkəzində müəllimiyəm. Sabah mərkəzində sadəcə dərslər var və dövlət bir növ universitetləri və yaxud olsun özəl universitetlər kiber təhlükəsizliyi ilə bağlı dərslərin sayını artırmalıdırlar. Yəni, plan yerlərini artırmalıdırlar, xüsusilə pulsuz yerlərin sayını çoxaltmaq lazımdır ki, deməli, bizim mütəxəssislər, yəni abituriyentlərimiz bu sayəyə marağı artsın və həmin plan yerlərini dövlət hesabına, yenə deyirəm, ayırmaq lazımdır ki, insanların oxuma deməli, istəyi daha çox olsun, yəni pulsuz şəkildə. Və savadlı kadrlar yetişəndən sonra artıq biz həmin bu kiber dələduzların hardasa qarşısını almaq üçün bir növ əlimizdə kadrlar olacaq. Bu günləri çox təəssüf ki, xaricdən dəvət olunan bəzi, deyək ki, kiber mütəxəssislər vardı, kiber təhlükəsizlik mütəxəssisləri. Onlar da ki, Azərbaycanda ola biləcək mövcud kiber dələduzluq formatlarına çox hakim deyirlər. Baxın, Azərbaycan insanı çox sadə insandır, çox səmimi insandır. Azərbaycan insanını bir zənglə, bir mesajla, nə bilim, deyək ki, övladınız misal gəziyə uğrayıbdır, bu təcili pul göndərmək lazımdır və s. deməklə, yəni hər hansı bir, belə deyim də, səmimi bir zənglə belə aldatmaq olur. Yəni, manipulyasiyaya çox açıq xalqı. Biz ingilislər və yaxud digərlər kimi soyuqqanlı millət deyilik. O dəqiqə reaksiya veririk və kiber dələduzların da ən sevdiyi şeylər bunlardır. Ona görə mənim tövsiyəm əlbəttə izləyicilərimizə də, cəmiyyətimizə də odur ki, bax, kart məlumatlarınızı sizdən hər hansı bir bank əməkdaşları kartın məlumatlarını soruşa bilməz, soruşmamalıdır. Əgər sizdən kimsə kart məlumatlarınızı istəyirsə, əmin olun ki, bunlar fırıldaqçıdır, bunlar kiber dələduzlardır, ehtiyatlı olmaq lazımdır. Qətiyyən kart məlumatlarınızı, yəni söhbət 16 rəqəmli koddan getmir, kiməsə pul göndərmək üçün və s. Bundan söhbət getmir. Amma kartın, məsəl üçün, deyək ki, tarixlərini, etibarlılıq tarixini və yaxud deyək ki, CVV kodunu və s. kimi məlumatları qətiyyən başqalarına vermək olmaz. Hətta bunu sizdən soruşan, özünü bank əməkdaşı kimi təqdim edirsə belə, yenə də vermək olmaz. Bank əməkdaşları özləri sistemdən girib onsuz da həmin məlumatlara baxa bilirlər. Bax, bu şəkildə mübarizə üçün yenə deyirəm, həm orta məktəbdə giriş məlumatları ən azından formatında məlumatlar olmalıdır və xüsusən ali təhsil ocaqlarında kiber təhlükəsizliyi ilə bağlı dərslərin sayı artırılmalıdır, kadrların sayı artırılmalıdır və güclü kadrlar, kiber təhlükəsizlik əməkdaşları bizi bax bu kimi kiber dələduzlardan hardasa qoruya bilər. Qoşqun müəllim, burada məsələnin iki tərəf var. Dövlət və cəmiyyət. Dövlət nə qədər də bu tədbirləri görsə, mən düşünürəm ki, cəmiyyət də ayıq olmalıdır. Yəni kimsə zəng edirsə və kart məlumatını istəyirsə, bu kart məlumatını ötürürsə, burada vətəndaşda da müəyyən qədər belə təqsir məsələləri var. Siz necə düşünürsünüz? Dövlət və cəmiyyət siz necə düşünürsünüz? Dövlət və cəmiyyət informasiya təhlükəsizliyi sahəsində necə əməkdaşlıq etməlidir ki, bu insanlar ziyanla çıxmasınlar? Bilirsiniz, əslində dövlət və cəmiyyət əməkdaşlıq etməli deyil. Dövlət cəmiyyətin bir növ bu dələduzlardan qorunması üçün lazım olan şəraiti qurmalıdır. Yəni bir növ dövlət öz boynuna düşən vəzifələri
yəni təhsil məsələlərini və yaxud məsələn lazım olan o həmin ictimaiyyəti məlumatlandırma tədbirləridir və s. Bax, bu kimi vəzifələr dövlətin boynundadır. Yəni siz dövlət kimi qeyri-hökumət təşkilatlarına və yaxud məsələn elə dövlət proqramlarının özlərinə müəyyən maddi yardımlarla, müəyyən maliyyələşdirmələrlə dövlət bu kimi layihələri icra etməlidir. Əhali məlumatlanmalıdır. Əhali məlumatlanmadan biz bir növ əhalini, cəmiyyəti bax kiber təhlükəsizliyini təmin edə bilmərik. Kiber dələduzlardan qoruya bilmərik. O baxımdan deyirəm ki, bəli, dövlətin öhdəlikləri burada yüksəkdir. Çünki bir növ dövlət biz deyirik atadır da, bir cəmiyyəti bir növ bir çətir altında formalaşdıran və saxlayan əsas strukturdur. Və o ailə üzvlərini qorumaq da bir növ dövlətin vəzifəsidir. İndi dövlət bununla bağlı onsuz da tədbirlər həyata keçirilir. Biz baxırıq ki, məsələn, müəyyən maarifləndirmə tədbirləri aparılır. Mən özüm şəxsən universitetdə deyək ki, elektron media ilə, data jurnalistikası ilə bağlı dərslər tədris edirəm. Biz baxırıq ki, bəli, universitetlərdə artıq bu kimi proqramlar salınıbdır, müəyyən təhsil layihələri icra olunur və s. Bu kimi tədbirlərin sayı artırılmalıdır. Dərsliklərin sayı artırılmalıdır. Eyni zamanda sosial məlumatlılığı artırmaq üçün çoxlu layihələr həyata keçirilməlidir. Biz, yəni belə deyim, sadəcə Bakı və ətrafında yaşayanların təhlükəsizliyini yox, dövlət həm də məsuldur. Misal deyək ki, hansısa bizim dağ rayonlarında yaşayan insanların da məsələn deyək ki, məlumatlılığını artırsın. Yəni siz belə fikirləşə bilərsiniz ki, bu gün Bakıda 3 nəfərdən deyək ki, ikisi kart məlumatlarını verməyəcək. Bir nəfər deyək ki, amma məsələn rayon yerlərində, dağ yerlərində yaşayanlar, çox məlumatlı olmayan şəxslər kart məlumatlarını çox rahatlıqla onlardan kimlərsə manipulyasiya edib ala bilərlər. Yəni bu tədbirləri demək istədiyim budur ki, ölkənin bütün regionlarına əlçatan olmalıdır. İnformasiya təhlükəsizliyini qorumaq üçün lazım olan tədbirlərin sayı artırılmalıdır və dərs proqramlarında da, xüsusilə təhsil məsələlərində də bax bu məsələlərə fikir vermək lazımdır ki, yəni bir növ elə buna biz qıraqdan baxanda biz dövlət və cəmiyyət əməkdaşlıq eləyir deyə bilərik. Dövlət lazım olan şəraiti yaradır, cəmiyyət isə dövlətin istəklərinə, dövlətin bir növ tələblərinə riayət edir və bir növ özünü kiber təhlükəsizliyini təmin eləmiş olur. Qoşqan müəllim, gəldiyiniz üçün və dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Çox sağ olun ki, bu fikirləri bizim ictimaiyyətlə paylaşırsınız və onların rəqəmsal savadlığının artırılması yönündə bizə vaxt ayırdınız. Mən təşəkkür edirəm, çox sağ olun. Hörmətli tamaşaçılar, verilişimizin sonuna gəldik. Milli Fikir və İnkişaf İctimai Birliyinin layihəsi əsasında daha bir verilişimiz baş tutdu. Rəqəmsal savadlıq olduqca önəmlidir. Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə qaydaları olduqca önəmlidir. Xüsusən də valideynlər uşaqlarının hansı saytlardan, hansı sosial şəbəkələrdən istifadə etmələrinə fikir verməlidirlər. Bu nöqteyi nəzərdən də nəzarətsizlik müəyyən qədər özbaşınalığa gətirib çıxara bilər. Sağ olun, növbəti verilişimizdə görüşmək ümidi ilə.